vaxtınız xeyir dostlar. İzləyicilərimizin biri soruşmuşdu ki, kredit necə götürülür və yaxud da kredit kartı necə sifariş olunur? Bir də aylıq ödənişlər haqqında məlumat verəsiniz. Digər bir izləyicimiz də soruşmuşdu ki, başqa bankın kartını necə bir bank tətbiqinə əlavə etmək olar? İlk öncə kreditlə bağlı məlumat verim. Bir banka daxil olduqdan sonra bir qədər aşağı düşürük və burada gördüyünüz kimi kreditlər bölməsi qeyd olunmuşdur. Kreditlər bölməsi daxil oluruq və kredit əldə et düyməsini sıxırıq. Açılan pəncərədə nağd pul krediti barədə məlumat çıxır. Əldə et düyməsini sıxırsınız. Daha sonra sifariş et düyməsini sıxmaqla sizin məlumatlarınız sistemə yüklənir. Bundan sonra əgər Kapital Bankdan əmək haqqınız varsa və yaxud da əvvəl Kapital Bankdan maaş almısınızsa, sistem kreditinizlə bağlı hesablama aparır və sizə məlumat gəlir ki, sizə filan qədər kredit düşür. Əks təqdirdə sistem bunu hesablamır və sizə bankın əməkdaşı tərəfindən geri dönüş olunur, sizə zəng olunur. Yəni bu qədər sadədir. Sifariş et düyməsini sıxdıqdan sonra sizinlə əlaqə saxlanılır. Geri qayıdırıq. Əgər kredit kartı sifariş etmək istəyirsinizsə, onu elə kartlar bölməsində olmuşkən yeni kart əlavə et düyməsini sıxırsınız və burada cashback 30% cashback Kix ƏDV bu bölməyə klik edirsiniz. Açılan pəncərədə artıq sizin qarşınıza debit kartı və taksit kartı seçimləri çıxır. Buradan istəsəniz taksit kartı, yəni kredit kartını sifariş edə bilərsiniz, pulsuz sifariş et. Və yaxud da əksinə adi debit kartını sifariş edə bilərsiniz. Haqqında ətraflı qeyd olunur. Bir qədər aşağı düşərək tanış ola bilərsiniz. Taksit kartında da eyni ilə bir qədər aşağı düşərək ətraflı tanış ola bilərsiniz. Pulsuz sifariş et düyməsini sıxmaqla sizin kartınız sifarişə gedir. Əgər sizə kredit kartı düşürsə, bununla bağlı növbəti pəncərədə məlumat əks olunur. Əks təqdirdə yenə bankın əməkdaşı sizinlə əlaqə saxlayacaq. Nağd pul krediti və ya kredit kartının sifarişi bundan ibarət idi. Aylıq ödənişlərlə bağlı məlumat əldə etmək üçün isə gördüyünüz kimi burada kreditlər və kredit xəttləri başlığı qeyd olunub. Aşağıdakı məlumata klik edirsiniz və bu zaman açılan pəncərədə kredit ödənişi ilə tanış ola bilərsiniz. Şəxsi kabinetə daxil olaraq digər məlumatları da əldə edə bilərsiniz. Ödədiyiniz ödəniş tarixçəsi ilə də məlumat əldə edə bilərsiniz və digər məlumatlarla da tanış ola bilərsiniz. Məsələn, şəxsi kabinetə daxil olaq. Əgər kartdan vəsaiti nağdlaşdırmısınızsa və yaxud da kartdan karta atmısınızsa, bu zaman həmin vəsaiti növbəti ayın sonuna kimi kartı geri qaytarmaq lazımdır. Bu zaman həmin borclar güzəşt müddətli borc yerində yer alır. Taksit borcu isə hər hansı bir məhsulu taksitlə əldə etdikdə həmin borclar taksit borcu xanasında yer alır. Şəxsi kabinetdə bunlarla tanış ola bilərsiniz. Ümumi borc isə yuxarıda ümumi borc bölməsi yerində qeyd olunur. Yenə də nə isə başa düşməsəniz, komment bölümündə soruşun, kreditlə bağlı bildiyimi sizlərlə paylaşım. Geri qayıdırıq. Kredit ödənişi xanasında kredit ödənişlərinizi həyata keçirə bilərsiniz. Məsələn, daxil olaq. Açılan pəncərədə ekranda qeyd olunan kart ödəniş zamanı pulun çıxılacağı kartı göstərir. Yəni oradakı görünən kartdan vəsait tutulacaq. İstəsəz üzərinə klik edərək tətbiqdə olan digər kartı da seçə bilərsiniz. Və yaxud da üzərinə klik etdikdə açılan ən aşağıda digər kart əlavə et bölməsindən hər hansı başqa banka məxsus kartınız varsa, tutaq ki vəsaitiniz var, amma bir bankın kartında deyil, başqa bankın kartında da pulunuz. Oradan kredit ödəmək istəyirsiniz. O zaman digər kart əlavə et düyməsini sıxmaqla pul hansı kartdadırsa başqa bankın kartını bu yolla daxil edib ödəniş edirsiniz. Yox, əgər tətbiqdəki kartdan ödəniş edəcəksinizsə, bu zaman ekrana çıxan hər hansı bir kartı seçirsiniz, ödənişi həmin kartdan ödəyirsiniz. Və onu da qeyd edeyim ki, yuxarıdakı məlumatda isə müddətli borc və ümumi borc bir yerdə qeyd olunur. Lakin siz bu üsulla ödəniş etsəniz, ödəniş ardıcıllığına görə ilk öncə taksit borcunuz ödənilir, çünki o ayın 10-na kimi ödənməlidir. Və sonraki ödənişiniz isə ümumi borcdan çıxılacaq. Və kredit ödənişi haqqında da bu qədər. İndi isə hər hansı başqa bir bankın kartını bir bank tətbiqinə əlavə etməyi göstərəcəm. Yenə əsas səhifədə bir qədər aşağı düşdükdən sonra yeni məhsul əlavə et düyməsini sıxırsınız və 3-cü bölmədə kartı əlavə et sözünü görürsünüz. Burada istənilən yerli bankın kartlarını əlavə edin, balanslarını daha rahat artırın, ödəniş və yük köçürmələr edin başlığını görürük. Üzərinə klik edirik və açılan pəncərədə istənilən yerli bankın kart məlumatlarını bu hissələrə doldurmaqla davam etmək düyməsini sıxırsınız və bununla da həmən kartın məlumatları bir bankda saxlanılır. Və beləliklə həmən kartı bir bank tətbiqindən idarə edə bilərsiniz. Bu qədər dostlar. Əlavə nəsə sualınız olsa yenə rəylər bölümündə ünvanlayın, cavablamağa çalışacağam. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanala dəstək olmaq adına bəyənib videolarımı paylaşın. Bilməyənlərin də məlumatı olmasına vəsilə olun. Sağ olun, salamat qalın.